Hər birinizi salamlayıram. Bugün biz bu videoda bir marketdən necə məhsul sifariş verə bilərsiniz, onu incələyəcəyik. Ona görə yaxın əyləşin və tam detallı şəkildə bir marketin tətbiqini necə istifadə edə bilərsiniz göstərəcəm. Amma ondan öncə bir like istəyəcəm. Əlbəttə ki, kanalımıza abunə olub bildirişləri də açmağı unutmayın. Və bizi sosial şəbəkələrdə izləsəz, əla olar. İlk öncə biz bir market tətbiqini endirməliyik. Google Play və ya App Store fərq etmir. Ora daxil olursunuz, bir marketi yazırsınız və tətbiqi endirirsiniz. Məndə hal-hazırda tətbiq artıq hazır olduğu üçün mən App Store-a girəcəm və sizə bir market yazırıq, bir market və qarşımıza belə bir tətbiq çıxır. Hətta yeniləməliyəm mən bunu. Yeniləyəcəm və bir marketin tətbiqi demək olar ki, hazırdır. Bir market tətbiqinə daxil olduqda qarşımıza belə bir menyu gəlir. Burada kabinetim düyməsi var. Ora basaraq siz tətbiqə giriş etməlisiniz. Hal-hazırda giriş basanda burada mənim nömrəm çıxacaq. Mən öz nömrəmi daxil edəcəm və kabinetimə daxil olacağam. Əgər siz qeydiyyatdan keçməmsinizsə, sadəcə öz nömrənizi yazaraq sizə mesaj gələcək. O mesaj gələn kodu bura daxil edəcəksiniz və artıq öz kabinetinizə daxil olacaqsınız. Mənə kod gəldi, mən kod ilə təsdiqlədim və hal-hazırda Toğrul Qurbanov öz şəxsi kabinetinə daxil oldu. Ayarlarda siz qaldığınız şəhəri seçə bilirsiniz və əlbəttə ki, tətbiq hansı dildə olduğunu istəyirsinizsə. Yəni, burada bizdə iki seçim var, Rus dili və Azərbaycan dili. İstəyirsiniz Azərbaycan dili qalsın ki, mən sizə rahat hər şeyi izah edə biləm. Birinci menyu əsas menyusudur. Orada biz endirimlər və ya aksiyaları görə bilirik. Hansısa məhsullar çox endirimdədirsə önə çıxır. Gördüyünüz kimi burada bir çox məhsullar endirimdədir. Əsas menyuda endirimdə olan və kateqoriyaları görə bilirik. Daha aydınlıq üçün bizdə ikinci kataloq düyməsi var. Kataloq düyməsinə keçdikdə biz istədiyimiz məhsulları kateqoriyalara bölünmüş tərzdə görə bilirik. Yəni, əgər mənə məişət texnikası lazımdırsa, mən burada məişət texnikasının üzərinə basaraq keçid alıram. Misal üçün, iri məişət texnikası düyməsinə basaraq mən buradan paltar yuyanları görürüm. Soyuducular, paltar yuyanlar, paltar qurudanlar belə burada var. İstəyirsinizsə, misal üçün, gəlin birini alaq. Bu olsun, paltar yuyan maşın boş. Hal-hazırda qiyməti 1161 manatdır. Hal-hazırda gördüyünüz kimi bunun şəkilləri var. Şəkillərindən də əlavə biz burada bunu aylara bölə bilirik. 6 ayla, 12, 18, 24 və burada bizdə kreditlə göstərir ki, aya 20 manat düşür və ya aya 27 manat düşür və ya nağd şəkildə almaq istəyirsinizsə, siz nə etməlisiniz? Burada bir neçə satıcı var hal-hazırda, bütün satıcılar. Gəlin bütün satıcılara baxaq. Bütün satıcılar eyni məhsulu satdıqda çıxır. Misal üçün, satıcının biri All Goods Distribution 1161 manata satır. Digəri isə Sahara Electronics eyni məhsulu 1230 manata satır. Əlbəttə ki, biz burada qiymətlərə baxaraq, bizə ən sərf eləyəni seçirik və səbətə düyməsinə basırıq. Hal-hazırda məhsul bizim səbətimizə keçir. Burada hal-hazırda sifarişi tamamlamaq düyməsinə basaraq biz keçid alırıq. Daha dərin sifariş vermək üçün, anketi doldurmaq üçün məlumatlara. Yəni, burada sizin ünvanınız lazımdır, mobil nömrəniz lazımdır, bir çox məlumatları biz burada doldururuq. İlk öncə qabağımıza çıxan sifarişin hara olunması və saat neçədə olunmasıdır. Bugün ayın 3-üdür və bizə tətbiq deyir ki, ən yaxın zamanda biz sizi ayın 5-inə, yəni 2 günə çatdıra bilərik. Burada 5 noyabr 09 12-yə kimi çatdıra bilir, 12-dən 15-ə kimi, 15-dən 18-ə kimi, 18-dən 21-ə kimi və belə tarixlər dəyişilir. Bizə lazımdır ki, misal üçün 5 noyabr 9-dan 12-ə kimi evdə olacağım, çatdırsınlar, niyə də yox. Və çatdırılma üsulunu dəyiş düyməsinə basaraq mən burada ünvanı dəyişə bilirəm. Misal üçün, burada yazılan ünvanlarda hal-hazırda qalmıram və yeni ünvan yazacağım. Yuxarıda təhvil alma şəhəri və rayonu qeyd olunur. Burada biz Bakı şəhəri yazırıq. Əgər siz Bakıda qalmırsa, digər şəhərlərdə qalırsınızsa, eynən ünvanları dəyişə bilirsiniz. Mən Bakıda qaldığım üçün Bakı qalır və yeni ünvan əlavə et düyməsinə basaraq belə bir pəncərə açılır və biz burada evin ünvan və nömrəsini yaza bilirik. Misal üçün, üzərinə tıklayaraq biz burada əllə də yaza bilirik və ya xəritə ilə də qoya bilirik. Misal üçün, yerləşdiyim yer düyməsinə bassam, hal-hazırda konum harda olduğumu göstərəcək. Və bu o deməkdir ki, ünvan yazmağa ehtiyac yoxdur. Dəqiqliklə konumu burada işarə eləyirəm. Ünvan çıxır aşağıda, bu nöqtəyə gətirmək, blok, mənzil və digər kommentləri burada yaza bilirsiniz. Mənzil, qapı, sağ qapı, sol qapı, damafonun nömrəsini hamısını burada qeyd edə bilirsiniz. Ünvan seçdikdən sonra tətbiq et düyməsinə basıram və növbəti. Ünvanı yazdıqdan sonra ödəmə üsulu gəlir.
Ödəmə üsulu belə ola bilər ki, təhvil alarkən bank kartı ilə ödəyə bilirsiniz və ya Apple Pay ilə, Google Pay ilə ödəyə bilirsiniz. İndidən, öncədən və ya kredit ilə əldə edə bilərsiniz. Mənim kredit limitim 500 manat olduğu üçün məndə burada kredit limitini 500 göstərir. Sizdə daha çoxdursa, əlbəttə ki, siz kreditə bölə də bilərsiniz bunu. Aylara bölüb belə də götürə bilərsiniz məhsulu. Mənə birinci rahat olduğu üçün təhvil alarkən bank kartı ilə ödəyəcəm. Hal-hazırda kuryer gəlsə, misal üçün terminalı ilə gələcək, mən də rahat terminalı ödəyəcəm. Daha sonra alıcının kontaktlarını burada qeyd edirsiniz. Ad, familiya və mobil nömrə. Əgər əlinizdə aktiv bir promokod varsa, endirimli bir promokod, hansı ki tez-tez bizim WhatsApp və Telegram kanallarımızda biz paylaşırıq. Bu arada o linki də mən videonun altına yerləşdirəcəm, girib baxa bilərsiniz. Promokod əlinizdə varsa burada işarə qoyub, quş işarəsini qoyub və promokodu hal-hazırda bura yaza bilirsiniz və hansısa bir məhsula endirim ala bilirsiniz. Daha sonra, əgər bizim bir bonusumuz varsa, bir bonus kabinetimizdə bir çox bonusu varsa, buradan bu düyməni basaraq siz öz bonuslarınızı xərcləyə bilirsiniz. Yəni 4,3 bonus 4 manat 30 qəpik deməkdir. O deməkdir ki, mən həmin o məhsula bonusum qədər endirim ala bilirəm. Sifariş verdikdən sonra operator detalları və məbləğləri dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaq. Bu lazımdır. Hər ehtimalı belə bir məhsul alırsınızsa, mən misal üçün həmişə burada quş qoyuram ki, mən sifarişi tamamlayandan sonra operator mənə yenidən zəng vurur. Ətraflı məlumatı öyrənirəm, nə vaxt çatdıracaqlar, necə olacaq. Operatorun mənə zəng eləməsi əladır əslində. Ona görə mən burada quş işarəsini qoyacağam. Və sonda məhsulumuzun qiyməti 1881 manatdır. Və 720 manat endirim var bu məhsula. Ona görə məhsul mənə 1881 manata yox, 1161 manata oturdu. Çatdırılması da pulsuzdur və təsdiq et düyməsinə basaraq demək olar ki, sifarişimizi bitirdik. Hal-hazırda sifarişimiz qəbul olundu və ambarda başlayacaqlar bunu yavaş-yavaş yığmağa. Yığdıqda siz sifarişinizə nəzarət eləyə bilərsiniz. Kabinetim bölməsində mənim sifarişlərim deyilən bir düymə var. Onu basaraq siz öz sifarişinizin statusunu görə bilirsiniz. Yığılır, çatdırılır, hardadır, nə vaxt çatacaq, o hamısı burada yazılır. Bir marketə məhsul sifariş vermək bu qədər asandır.